Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit. Bu ifadənin beynəlxalq abreviaturası HSE, ingilis dilindəki Healthy, Safety və Environment sözlərinin baş hərflərindən alınmışdır. İfadənin dilimizdəki abreviaturası SETEM kimi səslənir. SETEM müəssisələrdə işçilərin həyatını risklərdən qorumaq, müəssisələrin təhlükəsiz fəaliyyətini təmin etmək və təbiətə dəyən zərərləri minimuma endirmək üçün tətbiq edilən idarəetmə sistemidir. Bu sahə iş qəzalarının, peşə xəstəliklərinin və ekoloji çirklənmənin qarşısını almağı hədəfləyir. SETEM sistemi 3 əsas hissədən ibarətdir. Sağlamlıq üzrə iş yerlərində işçilərin fiziki və psixoloji sağlamlığının qorunması hədəflənir. Əməyin təhlükəsizliyi dedikdə, başlıca olaraq iş prosesi zamanı bədbəxt hadisələrin və travmaların minimuma endirilməsi nəzərdə tutulur. Ətraf mühit ümumi olaraq istehsalat və digər fəaliyyətin təbiətə mənfi təsirlərinin azaldılmasına xidmət edir.